Səbrin biraz mahiyyətindən danışaq, çox vaxt almayaq. Nədən başlamaq istəyirəm səbrin mahiyyətindən danışmaq mövzusunu? Bu ayədən. Buyurur ki, xuliqəl insan min əcəl. Qəribə ayədir bu. Buyurur ki, insan, demir, tələskəndir. Deyir, insan tələskənlikdən yaranıb. Demirsən, adam torpaqdan yaranıb. Min əcəl deyir. Demir, insan əculdur. O da deyir başqa yerdə. Burada deyir ki, xuliqəl insan min əcəl. Yəni, insanın xəmirinin mayası tələskənliklə yoğrulub. İnsanın təbiətindədir bu tələskənlik. İnsan zatən tələskən varlıqdır. Xəmri bununla yoğrulub. Və maraqlıdır. Bu yandan tələskən yaradır. Bu yandan da deyir, səbirli ol. Bax, maraq bundadır. Tələskən yaradır. Bu yandan da deyir, səbirli ol. Deməli, nə olur? Deməli, sən axına qarşı getməlisən. Sənin həyatın başlanğıcı axına qarşı getməkdir. Sən aram yaransaydın, desəydilər, səbr elə, bu hünər deyildi. Səni tələskən yaradıb. Və niyə tələskən yaradıb? Onun da səbəbləri var. Lazımdır insana. Lazımsız deyil. Amma maraq bundadır ki, tələskən bir varlığa deyir ki, səbirli ol. Deməli, əvvəldən sən bir axına qarşı getməlisən. Səbrin gözəlliyi çətinlikdədir. Birinə desən ki, səbr elə, cavanlar adətən dedi, çətindir. Deyirəm ki, təbrik edirəm də, çətin işdən yapış. Sənə təbrik düşür ki, çətin işin qulpundan yapışasan. İnsan təbiətən belədir ki, hər şeyə tez çatmaq istəyir. Tez nəticəyə çatmaq istəyir. Allah da elə bir dünyaya göndərib, mənə diqqət edin, Allah insanı belə yaradıb ki, nəticəni tez istəyir. Və elə bir dünyaya göndərib ki, nəticə tez olmur, gözləməli olacaqsan. Nəticə üçün. Və burada nə lazımdır? Burada səbir lazımdır. İnsan istəyir, tez çatsın, tez əldə eləsin, dünya da vermir, ləngidir. Dünyanın xüsusiyyəti belədir, yəni. Bu dünyada mümkün deyil, istədiyinə çatasan, tez çatasan. İnsan körpəlikdən tələsir. Acam, gecikdə ağlayır. Deyir, tez elə, tez ver. Gözləmək istəmir. Bu insanın təbiətidir, zatıdır, həqiqətidir. Uşaq deyirsən ki, deyir filan şey istəyirəm, deyirən ki, 2 dəqiqə gözlə, 2 dəqiqə anlayışı yoxdur onun üçün, 2 dəqiqə yəni heç vaxt olmayacaq. Deyir, indi istəyirəm. Niyə? Deyir, indi. Çünki belə yaranıb. Allah deyir, xuliqəl insan min əcəl, insan tələskənlikdən yaranıb. İndi gavına öyrət ki, sən səbr eləməlisən. Necə öyrədirsən onu uşağa? Belə öyrədirsən ki, 7 ildir uşaq şahdır. Doğulandan 7 yaşına qədər evin şahıdır. Ne üçündür bu? Yəni sən ona dözməlisən. O səndə o dözümü görüb mənimsəsin. 7 il onu azad bıraq. Uşaq da istədiyini edir, sən də dözməlisən axı buna. Yeni evlənənlərə tövsiyəmdir. Çünki çoxdan evlənənlər əməl eləmədilər buna, çoxsu. Bir çox əməl eləmədilər. 7 ilə qədər uşaq deyir, şahdır. Və uşaq şah olmaqla istədiyini eləməlidir, sən də dözməlisən ona. Və bu uşağı da tərbiyə edir atanı da, ilk ananı da. İlk 7 ildə ata-ana adam olmalıdır, əslində deyir, adam ol. Adam ol, nədə adam ol, yəni səbr elə. O uşaq da görür ki, atası səbr eləyir, anası səbr eləyir, onu mənimsəyir, səbr xüsusiyyətini mənimsəyir. Uşaq belə tərbiyə olur. Amma görsə ki, tez özündən çıxır ata-ana, ona zərbə dəyir. Bu tələskən varlığı ailədə 7 il şah qərar verir Allah ki, bu dünyaya təzə gəlib, özü də tələskəndir. Siz buna qulluq eləyin. O görəcək ki, məsələn, necə onun nazı ilə oynayırlar. Əlbəttə ki, yenə deyirəm, məsələn, hansısa təhlükələrdən uşağı qorumaq lazımdır. Dolay, yox deməklə, qışqırmaqla yox. Onu səbirlə. Bax, bu səbri səndə görsə, onda artıq hazırlıq yaranır. Onun ruhuna hopur o səbir. Musa aleyhissalam Allah'a dedi ki, istəyirəm, daha çox səbirli olam. Allah buyurdu ki, get uşaqla oyna. O boyda Peyğəmbərə deyir.
uşaqla oyna ki, səbr xüsusiyyəti səndə yaransın. Uşağa döz. Əvvəl şirin olur, bir 10 dəqiqə, 15 dəqiqə sonra dözmək lazımdır onun kaprizlərinə. Çox fövqəladə çətindir. Yəni, demək asandır. Fövqəladə çətindir və onunla məşğul olmaq lazımdır. İlahi, məni tələskən yaratmısan, deyirsən səbirli ol. Niyə belə elirsən axı? Çünki mən sənə dəyər verirəm. Çünki səndə olan potensialı bilirəm. Sən axına qarşı getməklə həyatı başlamalısan. Sən dəyərlisən, sən bacararsan. Alınar. İnsan tez nəticə istəyir, dünya vermir. Dözməli olacaqsan. Bundan həm də nə başa düşülür? Bundan həm də o başa düşülür ki, dünya insanın yeri deyil. Bir yer ki, istədiyimi mənə vermir.